Bugün yenə qəbula düşə biləcək maraqlı bir silsilə sualı ilə sizin qarşınızdayım. Bizə deyir ki, AN bərabərdir n kvadrat minus 16 plus 27 ardıcıllığının ən kiçik həddini tapın. Baxın, bilirik ki, ardıcıllıq özü bir silsilədir və bu hansı funksiyadır? Kvadratik funksiya. Kvadratik funksiyadır. Gəlin o zaman bunu bir təsvir edək biz ilk öncəliklə. Bilirik ki, a'mız, yəni n'imiz müsbət olduğu üçün qollar yuxarı olacaq və bu şəkildə bir funksiya olacaq. Bizə bu funksiyanın ən kiçik qiyməti lazımdır. Yəni, funksiyanın dib nöqtəsi lazımdır. Dib nöqtəsində biz hansı yolla tapa bilərik? Birinci üsulumuz nə olacaq? y0, bu elə bərabər olacaq a-n'imizə, o da bərabər olacaq mənfi diskriminant bölünsün 4a'ya. Bu düsturu yəqin ki, bilməmiş olmazsınız. Yazırıq mənfi, diskriminantımız nəyə bərabərdir əzizlərim? Deməli, b kvadrat, yəni 16-nın kvadratı, minus 4 vurulsun, 1 vurulsun c, 27. Bölünsün 4'a, yəni 4 vur 1. Bunu indi hesablasaq, alarıq. 256 minus 108 bölünsün 4. Amma qarşısında mənfisi ilə. Bu da bizə neçə verər? Mənfi 37. Deməli, ən kiçik həddimiz neçə imiş? Mənfi 37 imiş. İkinci üsul hansı üsuldur? Onu mən deməyəcəm. Onu siz şərhlər hissəsində qeyd edəcəksiniz. Hər kəsə uğurlar.